Mən Şirinova Şüküfə Şahin qızı Gəncə Regional Kollecin müəlliməsiyəm. Direktorum Xoşqədəm Xudiyeva və metodistimiz Tərlan Qayıbovanın fəaliyyətindən şikayətçiyəm. İxtisasım təsnifatdan çıxarılmadığı halda mənə əsassız az dərs saatı verilibdir. Dərs yükünə qol çəkmədiyim üçün isə qol çəkməsən işinə xitam veriləcək deyə məktub göndəriblər. Bu ədalətsiz münasibətdən narazıyam. Mən Əliyeva Nərgiz Şəmsi qızı Gəncə Dövlət Universitetinin nəzdində Humanitar Regional Kollecin müəlliməsiyəm. Bu rəhbərlikdən narazıyam. Dərs saatlarımızı vermədiyi üçün. Xahiş edirəm orqanlarımızdan şikayətlərimizə baxılsın. Mən Allahverdiyeva Mehriban Səfər qızı Gəncə Regional Kollecin müşahiət şöbəsinin müəlliməsiyəm. Dərs yüküm 330 saatdır və dərs saatı olduğu bir halda mənim dərs yükümdən heç cür mən razı deyiləm və narazı olduğum üçün də evimə məktub gəlibdi ki, bir ay müddətində dərs yükünə qol çəkilməsə, mən işimdən çıxardacaqlar. Çox xahiş edirəm, mən bu səsimə səs verəsiniz. Xoşam Xiliyanı biz yanına müəllimələr, digər müəllimələr gedəndə kabinetində istəyirik ki, müəllimələr çıxın, mən iclasa tələsirəm. Yaxud da əlinə telefonunu alır, kimləsə danışır, hörmətsizlik edir, müəllimə qarşı çox aqressivdir, agitasiya aparır, müəllimlər bir-birinin üzünə qoyur, tələbələrin arasında agitasiyalar aparır, müəllimə qarşı haqsızlıq edir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəlliməsi Həsənova Aytən Əbülfət qızı. Mənə ayrılmış dərs yükü həddindən artıq az olduğuna görə narazılığımı dəfələrlə bildirmişəm. Bildirməyimə baxmayaraq, rəhbərlik tərəfindən, yəni Xoşqədəm Xudiyeva tərəfindən təhdid və təhqir xarakterli cavablar almışam. Mən imtiyazlı ailəyəm, tək anayam, öhdəmdə 2 az yaşlı evladım var və bu hal mənim sosial vəziyyətimə ciddi təsir göstərir. Dərs yükümə qol çəkmədiyimə görə mənim evimə xəbərdarlıq məktubu gəlibdir. Xəbərdarlıq məktubunda bildirir, əgər bu dərs yükünü qəbul edib imza atmasanız, işinizə xitam verilib işdən azad olunacaqsınız. Bu səbəbdən sizdən xahiş edirəm, məsələyə hüquqi qaydada qiymət verəsiniz. Lazımi qurumlara məlumatımın çatdırılması və hüquqlarımın müdafiəsi üçün yardım göstərəsiniz. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu və 40 il iş stajı olan müəllimə kimi nəzərə alınmayaraq mənə 308 saat dərs yükü verilib. Narazılığım dərs yükündəndir. Belə ki, mənim ixtisasıma uyğun olan dərslər olduğu halda mənə nədən 308 saat verilib və hətta 2 tələbəyə dərs keçi proqram ilə təmin etdiyim halda tələbələri başqa orta təhsilli müəlliməyə, hətta qeyri-ixtisaslı müəllimlərə veriblər. Bu nə qədər düzgündür. Dəfələrlə bu narazılığımı Xoşqədəm müəlliməyə, Tərlan və Sevdaya bildirərək buna məhəl qoymayıblar. Özbaşınalıqları və qanunsuzluqları baş alıb gedir. Necə olur ki, ali təhsilli 40 il stajlı müəlliməyə 300 saatla təmin edilir? Bu qədər haqsızlığa və narazılığa baxmadan mənə və bir çox müəllimlərə məktub göndərib və onun verdiyi dərs yükünü imzalamasaz, işinizə xitam veriləcək deyərək bizi təhdid edir. Bir konservatoriya təhsilli 40 il stajlı müəlliməyə işinizə xitam vermək nə dərəcədə doğrudur? Bu özbaşınalığa son qoymağı bir sıra illərin stajı olan ali təhsilli və orta təhsilli müəllimlərin səsini dövlət başçımız, hörmətli, çox hörmətli Ali Baş Komandan İlham Əliyevə, 1-ci xanım Mehriban xanım Əliyevaya və Elm və Təhsil Naziri Emin Əmrullayeva müraciət edərək bildiririk ki, bizim bu müraciətimizə baxsınlar, bizim bu işimizlə əlaqədar çox yaxından baxsınlar, araşdırmalar etsinlər, dərs yükünə yenidən baxılsın, haqsız yerə bizim hüququmuz pozulub, bu hüquqlarımızı bərpa etsinlər. Xahiş edirik.